BMW i3 eDrive 35 Long. Deməli, Çin qiymətlərini mən sizə izah edeyim, necə hesablayırsınız. Gördüyünüz bu nöqtədən sonra elə bir 13'ü vurursunuz 10.000'ə və sonra da məzənni olaraq, indi hal-hazırda 7'dir, bölürsüz 7'yə. Təqribən qiyməti eləyəcək 20.000 dollara yaxındır. Yürüşü 50.000, 70 kWh batareya tutumu 2022-ci ilin istehsalıdır. Avtomobilin qəzalı olub olmaması haqqında heç bir məlumatım yoxdur. Sadəcə sizinlə bölüşürəm. Əgər hər hansı bir avtomobili istəyirsinizsə, əlaqə saxlayın. Bu arxada gördüyünüz Unive'dir, plug-in hibriddir. Bu Leda'dır, Nio L60 Nio'dur. Bu da 20.000 dollardan aşağıdır. Tam şəffaf. Bazarda nə qiymət varsa, hər hansı web-saytda avtomobili özünüz də baxa bilərsiniz, seçə bilərsiniz. Sadəcə bizə göndərirsiniz linkini. Biz də onun əsasında komandamız gedir, avtomobilləri yoxlayır.